Sar bəy, izləyicilərimizdən biri belə bir sual göndərib bizə. Uşağımın digər valideyni onu mənə qarşı doldurur və münasibətlərimiz pozulur. Bu, yəqin ki, uşaqla öz arasında olan münasibətlərin pozulmasından danışır. Bu problemi hüquqi müstəvidə böyütmədən həll etmək yolu varmı? Məncə, yalnız uşaqla valideyn münasibətlərindən yox, həm də tərəflərin keçmiş ər-arvadların münasibətindən, ər-arvadın bir-biri ilə olan münasibətindən gedir söhbət ki, boşanandan sonra da ən azından birgə nikah dövründə doğmuş uşaq varsa, ən azından uşağa görə tərəflər münasibəti qoruyub saxlasalar, sivil ayrılsalar təbii ki, daha yaxşı olar. Amma əfsuslar olsun ki, təcrübədə biz belə hallara çox az rast gələ bilirik. Amma burada yəqin ki, artıq onların arasındakı münasibət pozulub pik həddə çatıb və uşağı bir tərəf uşağı öyrədir, o bir tərəfə qarşı da qoyur, yəni ataya, yanıya qarşı. Belə bir ifadə var. Belə bir ifadə var. Deyirlər ki, uşaqdan silah kimi istifadə olunur. Həqiqətən də bu cür hallarda uşaqdan silah qismində istifadə olunur. Çünki tərəflərin evlilik dövründə birgə ailə təsərrüfat apardıqları, birgə nikah dövründə bir-birlərinə yaranmış aqressiyası, sonradan da boşanma vaxtı münasibətlərin gərginliyin pik həddə çatması nəticə etibarilə uşağın yanında qalan valideyn, bəli, həqiqətən də elədir, uşağın yanında qalan valideyn uşağa daha çox təsir etmək imkanına malik olduğu üçün bundan sui-istifadə eləyir və bəzən uşağı digər valideynə qarşı doldura bilir. Ona görə bu adətən ki, qanunvericilikdə valideynlərin hər ikisinin hüquqları, vəzifələri bərabərdir, hər ikisinin görüş hüququ var və s. Axır, amma adətən təcrübədə uşaqlar nikahın pozulandan sonra daha çox ananın yanında qalır və daha çox analar uşaqlara ataya qarşı bir təsir vasitəsi kimi istifadə edirlər. Burada atanın da yol verdiyi, belə deyək də, boş buraxdığı hüquqi məqamlar var ki, həmişə tövsiyə edirəm ki, yaxşı olar ki, ayrılıq baş verdisə, fiziki olaraq, hətta boşanma olmasa belə, ayrılıq baş verirsə, atalar dərhal uşaqla ünsiyyət barədə, görüş barədə müvafiq müraciətlərini eləsinlər. Təbii ki, bunun yenə sivil yolu mediasiyadan keçir. İlkin olaraq mediasiyaya müraciət eləmək lazımdır. Zaten ailə mübahisələri davam edən münasibət olduğu üçün əvvəlcə mediasiyaya müraciət olmalıdır. Peşəkar mediatorlar da təbii ki, çalışırlar ki, məsələni sülh yolunda həll eləsinlər, alternativ həlli yolu tapsınlar və mediasiyada bu barışıq sazişi ilə məsələni həll eləsinlər ki, məhkəməyə getmədən artıq məhkəmə qərar verməsin. Çünki işin məhkəməyə getməsi müddətin uzanmasına və münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarırlar. Mən onu demək istəyirdim ki, bu prosesdə mənə elə gəlir ki, ataların da üzərində böyük məsuliyyət düşür, siz onu vurğuladınız. Əgər ata boşanma halı olandan sonra davamlı öz övladları ilə maraqlanırsa, sizi demiş, onlarla davamlı görüşürsə, onların problemləri ilə maraqlanırsa, onlara vaxt ayırırsa, bu zaman mənə elə gəlir ki, heç münasibət gərginləşmir. Yəni, ana nə qədər, əvvəla bu halda ana istəməz ki, gərginləşsin. İkincisi, ana nə qədər bunu istəsə də, buna səy göstərsə, çalışsa da belə, artıq ata ilə uşağın bir bağı yaranır və artıq ana heç bir nəticə əldə edə bilmir. Biz burada ana deyirik, amma əksənən belə hallar olur, amma əksi də ola bilər. Zaten ananın da istədiyi çox vaxtı olur ki, yəni ayrılma onların arasında olan problemdən baş verir, amma övlad hər ikisinindir. Ata ayrılsa da yenə onun uşaqlarıdır, o məsuliyyəti daşımalıdır. O vəzifəni yerinə yetirməlidir. Bu halda mənə elə gəlir ki, heç bir ana heç vaxt uşağı doldurmaz ataya qarşı. Yox, doğru vurğulayırsınız. Adətən bu problemi qeyd elədiyim kimi, o birgə ailə təsərrüfatı apardıqları dövrdə yaranmış gərginlik, ondan sonra boşanma zamanı yaranmış gərginlik, bundan əlavə boşanmadan sonra bəzən görürsən uşağı atalar qeyd edir ki, o gərginlikdən doğaraq atalar bəzən deyir ki, yaxşı gedir, özün saxla. Mən aliment verməklə kifayətlənirəm və yaxud da uşağı görmürəm, aliment də vermirəm, niyə verməliyəm və yaxud da məbləğdə razılaşa bilmirlər və nəticədə münasibət gəlib bu həddə çatır, pik həddə çatır. Amma hər iki valideyn öz hüquq və vəzifələrini dərk eləmiş olsa
anlasa, bilsə, inandırım sizi bu problemlərin heç biri də yaranmaz. Yaranmaz, bəli. Elə ayrılsalar da qadınla kişinin də öz münasibətləri, yəni belə insani münasibətləri, səmimi münasibətləri davam edər, mənə elə gəlir. Doğru. Çox sağ olun, təşəkkür edirik. Mən təşəkkür edirəm.